Salam. Birinci mərtəbədəki işlərimizi biz yekunlaşdırmışıq. İkinci mərtəbə də döşənibdir. Yəni ki, sabah ikinci mərtəbəni də işləyəcək. Burada mən nəyə demək istəyirdim? Birinci mərtəbədə, baxın, əgər həyət evlərindən gedir söhbət, yəni torpaqla əlaqəlidirsə, mütləq üçlük penoplast açılmalıdır. Penoplast deyəndə bu penopleks. 3 santimetrin penopleksi açılmalıdır. Bu mütləqdir, minimumudur. Bundan yuxarı nə qədər bacarsanız qoya bilərsiniz. Amma ən minimumu üçlük penopleksdir ki, aşağıya doğru gedəsi istiliyin miqdarı az olsun. Yəni, belə yerdə birinci mərtəbədə fayqayzal çəkmək heç və düzgündür. Yəni, heç icazə də yoxdur. Biz bunun üzərinə fayqayzal əvvəl çəkirdik penoplastın üstündən xəttlərinə görə. İndi daha xərf eləmirik bunu. Yəni, bir əlavə xərc kimi görürük. Yəni, həmən qiymətə biz qıraqdakı dənfərin lentaları, baxın, bu probkaları yerə vurulan başı papaqlı. Bir də ki, bu skoplar da, yerə vuran xamutları da elə onun qiymətinə bunlar əmələ gəldiyi üçün biraz ekonom variant edirik. Amma çəkilişdə bir elə fərq yoxdur. Yəni, bir balaca bu işlə məşğul olan adamlarda bu o qədər böyük əziyyət verməyəcək. Ona görə onu ləğv eləmişik. İkinci mərtəbədə, baxın, ikinci mərtəbədə də bizim döşəmişik. Orada amma minimum, baxın, ikinci mərtəbədəki minimum ikilikdir. Bura ikinci mərtəbədə əgər çəkəcəksizsə, mütləq ikilik penopleks qoyun. İndi burada görürsünüz, ikilikdir burada. Bu nədən ötəridir? Yəni, bu deyəcəksiniz ki, bunun nədən ötəridir? İstilik evin içindədir. Buradan da aşağı fayqayzolla çəksən nə olacaq? Yox, bu istilikdən ötəri deyil. Bu, bizim bu monoliti qorumaqdan ötəri olan bir şeydir. Siz bilirsiniz ki, hər bir material istidən genişlənir, soyuqda isə sıxılır. Baxın, bu dəqiqə yaydır. Ümumilikdə həm bizim divarlarımız istidən genişlənir, həm monolit istidən genişlənir. Burada belə fərq vermir. Amma qış vaxtı bu tərsinə olur da. Çöldə haradasa, deyək ki, mənfi 4-5 dərəcə şaxta var. Divarlarımız bizim soyuqdan sıxıldı, ancaq bizim monolitimiz isə isinibdir. 25-30 dərəcəyə qədər isinibdir və bu genişlənməlidir. İndi bu hara genişlənməlidir? Baxın, həmən vaxtı ya divarlara doğru genişlənməlidir. Əgər divar möhkəmdirsə, monolitimizi bizim gərginlik yaradaraq çatlar əmələ gətirəcək, mikrotri çatlar və yaxud da bizim divarımıza zədə verəcək. Ona görə mütləq ikilik, ən azından ikilik penopleks lazımdır. Həm də ki, baxın, oradan aşağı gələsi istiliyin bizə elə bir əhəmiyyəti yoxdur. Bu harasa 3.50 aşağısı hündürlük. O istilik də aşağı düşən istilik yuxarıda qalacaq. Bilirsiniz ki, istilik yuxarı qalxır. O yuxarıda duran istiliyin də bizə heç bir əhəmiyyəti olmayan bir istilikdir. O bizə lazım olmayan bir istilikdir. Ona görə minimum yuxarıda ikinci mərtəbədə yəni çəkirsinizsə 2-3 fərqi yoxdur. Minimum ikilik penopleks. Aşağıda isə bu minimum üçlük penopleks olmalıdır. Bu da baxır harada. Baxın, belə deyək də, Azərbaycan dəniz səviyyəsindən harasa 500-600 metr yüksəklikdən aşağı. 500-600 metrdən aşağıda yaşayış yerlərində, yəni ondan yuxarıda olan yerlərdə artıq minimum 5'lik penopleks olmalıdır. Balaca istəyirsinizsə, sizə açmasını da verim. Baxın, bu üçlük penopleksin istilik müqaviməti 0,85'dir. Fayqayzolun isə 0,1'dir. Əgər bunun altındakı betonun üzərində qışda 5 dərəcə plus 5 dərəcə biz götürsək ki, betonun üstündə müsbət 5 dərəcə olacaq, yəni donmayacaq, mənfi yox, müsbət olacaq. Evimizdə də biz 22 dərəcə qışın soyuq vaxtında
22 dərəcə isti istəyəcəksə, bu üçlük penapleksdən aşağıya doğru gedən istiliyin miqdarı 1 kvadratdan aşağı gedən istiliyin miqdarı harasa 20 watt eləyəcək. Ancaq fayqayzolda isə bu 170 watt. Yəni 8,5 dəfə ondan çox aşağı isti gedəcək. Yəni necə deyək, yəni fayqayzolla birinci mərtəbədə yerdən isitmə çəkmək heç cürə düzgün deyil. Daha doğrusu bu ustalıq, bunu heç bir normal usta bunu çəkməməli. Özünü usta adlandıran bir şəxs belə bir şeyə böyük səhvə yol verməlidir. Bu ev yəsinin belə deyək də qaz sərfiyyatına çox böyük təsiri olur. 100 kvadratlıq bir evdə, baxın, mən belə deyim, sizə daha yaxşı aydın olsun. 100 kvadratlıq bir yerdə yerdən isitmə çəkilibdirsə, 100 kvadratda penapleksdən aşağıya doğru olan itki 20 watt idisə, 100 kvadrat, 1 kvadratda 20 watt idisə, 100 kvadratda eləyəcək 2 kilovat. Ancaq fayqayzolla olana baxın siz indi. Fayqayzolla 170 watt istilik aşağıya gedirsə, olacaq indi 17 kilovat. 2 kilovat itki ilə 17 kilovat itkinin yəqin ki, siz fərqini hiss edirsiniz. Bu günlərdə indi iyul ayıdır, iyulun 1-ci 10 idi, evini işlədiyimiz bir nəfərlə rastlaşdım. Xoşbeşdən sonra soruşdum evində necədir, istilik normaldırmı? Çox razılıq elədi, çox super. Qışda da elə yaydaq kimi futbolkada gəzirik, yay paltarında gəzirik. Təşəkkür elədi. Soruşdum, nə qədər qaz sərfiyyatım var? Düzəməli bir söz demədi. Dəqiq rəqəm demədi. Onda mən dedim ki, iyulun 1-ci 10 günlüyüdü, SMS gəlmişdi mənə də bildiriş qazdan deyim. Mən 6 ayda 1890 kub qaz sərfiyyatım oldu 6 aya. İlin əvvəlindən orada yazılır ki, ilin əvvəlindən bugünə kimi olan qaz sərfiyyatı nə qədərdir. Onda gördüm, bu da maraqlanın cibindən çıxartdı telefonu. Oxuya bilmədim, məndən soruşdu. Baxıram ki, bunun qaz sərfiyyatı 1519 kubdur 6 aya. Bunun da evi 12-nin 12-yədir, 2 mərtəbədir və yuxarıda mansardı da var. İndi haradasa 350 kvadratdan çoxdur, az deyil mansardla birlikdə. 1519 kubun nə demək olduğunu yəqin ki, siz bilirsiniz. Bunu pula çevirsək, 6 aya bu adam 215 manat pul yandı. Ancaq bu fayqayzolla çəkilən evlərdə bilirik ki, bir ayda bundan çox qaz sərfiyyatı olanlar var. 400-dən də aşağı 300 kvadrat olan evlər var ki, 300-350 manat qışda qaz sərfiyyatı olur. Bunun bir ayda yandırdığını onlar 6 ayda yandır. Daha doğrusu onların fayqayzolla çəkilən evlərin bir ayda yandırdığını bu olan 6 ayda yandırdı. Qaz sərfiyyatı olub. Ona görə fayqayzol heç cürə nə ikinci mərtəbədə, nə birinci mərtəbədə fayqayzolla çəkmək qəti qadağandır, qardaşdır. Ona icra yoxdur heç yerdə. Heç bir standartda fayqayzolun yəni yerdə istifadəsinə icra yoxdur. Bu ancaq bizdədir. Başqa ölkələrdə deyəməm, yəni Rusiyada buna heç icra yoxdur. Onu ancaq belə nəyin üstünə salırlar ki, xətlənməyə görə. Razmetka deyirik də, düzgün çəkilsin deyə. Onu salırlar penapleksin üstündən. İndi orada da multifayqa var, onu işlədirlər. Biz fayqayzolu ancaq baxın, bu denfenli lentaya işlədirik. Bir də ki, baxın, denfenli lenta mütləq bir şeydir. Yerdən ismə çəkirsinizsə, denfenli lenta siz atmamısınızsa, artıq bu görünür ki, siz bu işin ustası deyilsiniz.
Mən minimumları dedim, nələr necə olmalıdır. Yəni ki, cavanlar bunu yerdən isməklə məşğul olmaq istəyənlər biləcəklər ki, nə necə olmalıdır. Yəni birinci mərtəbədə bilin ki, minimum 3 santimetrlik penopleks lazımdır. Dəxli yoxdur, penopleks olsun və yaxud XPS dediyimiz başqa cür bərk penoplastda hansını istəsəz çəkə bilərsiniz. Ancaq minimum 3 santimetr lazımdır, bu minimumdur. 5 əmələ gəlsə, imkanınız varsa 5 daha yaxşıdır. Yəni aşağıya doğru olan istilik daha az olacaq. Elə məndən bu qədər. Sağ olun.